Elektron cədvəldən fraqment verilmişdir. B1 xanasındakı düsturu B2 xanasına, C1 xanasındakı düsturu isə C2 xanasına köçürdükdən sonra C2 xanasında hansı qiymət alınır? Baxaq, deyək B1-dəki düsturu B2 xanasına köçürmüşəm. Nə dəyişib sadəcə? B1-dən B2-yə keçibsə, sadəcə sətr dəyişib, bir vahid artıb. Ona görə mən də B1-dəki düsturu B2-yə köçürərkən, baxın bu formaya gətirəcəm, bərabərdir. A olduğu kimi qalır, 1 2-yə keçir, A1-dəki 1 2-yə keçir, üstə gəlsin. 2 vurulsun, A olduğu kimi qalır. Dollar işarəsi ilə sətr yazıldığı üçün bu sətrə dəyirəm və bundan 3 çıxıram. Daha sonra isə deyir C1 xanasındakı düstur isə C2-yə köçürmüşəm. Yəni baxın C1-dən C2-yə keçmişəm. Dəyişən nədir? Sadəcə sətirdir. C2-ni də gəlin buradan yazaq. Bərabərdir C2 nəyə? A olduğu kimi qalır. Dollar işarəsi deyə 1-də olduğu kimi qalır. B, yəni sütun yenə olduğu kimi qalır. Amma sətri nəyə keçir? 1-dən 2-yə keçir və üzərinə 2 gəlirik. Bu formada. Bizdən də soruşduğu zaten C2'dir. Baxın bunu istəyir bizdən. C2'ni tapmaq üçün nə edək? Baxın buradakı xanaların yerinə qiymətləri qoyaq. A1'in qiyməti nədir? A1'in qiyməti 5'dir. Ona görə 5'i qoydum. Üzərinə gəlirəm nəyi? B2'ni. B2 bizdə nədir? Baxın bu düsturdur. Bu düsturu gətirib bura qoyacam. A2 üstə gəlinsin. 2 vurulsun. A2 çıxılsın 3. Bir dənə var üstə gəlsin. 3 var burada bizdə. B2'nin üzərinə üstə gəlsin. 2'miz var. Formada hesablayıram. İndi 5 olduğu kimi qalır. A2'nin qiyməti var mı? Var. 2 qoyuram. Baxın buradan götürürəm. Daha sonra üzərinə gəlirəm. 2 vurulsun A2. A2'ni nə edirəm? 2'yə vururam 4'ü tapıram. Daha sonra bundan 3 çıxıram. Bir də üzərinə 2 gəlirəm. Bunu hesabladığımızda ümumi cavabımız olur. 5 plus 2 7. Üzərinə 4 gəldik. 11. 11'dən 3'ü çıxırıq. 8. Üzərinə də 2'ni gəlirik. Yekun cavabımız olur 10. Yəni ki A variantı.